İbranilərə məktub 8-ci fəsil. Deyilənlərin əsası isə budur. Bizim elə bir baş şahinimiz var ki, göylərdəki möhtəşəm Allahın taxtının sağında oturub. O, müqəddəs məkanda və insanın deyil, Rəbbin qurduğu həqiqi çadırda xidmət eləyir. Hər baş şahin təqdim və qurban gətirmək üçün təyin olunur. Buna görə bizim də baş şahinimizin təqdim eləmək üçün nəyisə olmalıdır. Əgər özü yer üzündə olsaydı, əsla kahin olmazdı. Çünki qanuna əsasən təqdim gətirənlər var. Onlar göylərdəkilərin təsviri və kölgəsi olan yerdə ibadət eləyir. Necə ki, Musa ibadət çadırını qurmaq üzrə olanda Allah onu xəbərdar eləmişdi. Dağda sənə göstərilən nümunəyə görə bunların hamısını ehtiyatla düzəlt. Amma indi isə daha yaxşı vədlər üzərində qurulmuş, daha yaxşı bir əhdin vasitəçisi olduğu qədər üstün bir xidmətə nail oldu. Əgər ilk əhd qüsursuz olsaydı, ikinci əhdə səbəb axtarılmazdı. Çünki Allah öz xalqını təqsirkar çıxararaq deyir, Rəbb bəyan eləyir. İsrail xalqı və Yəhuda xalqı ilə yeni bir əhd bağlayacağım günlər yaxınlaşır. Bu əhd, atalarını Misir torpağından çıxartmaq üçün əllərindən tutduğum gün onlarla bağladığım əhdə bənzəməyəcək. Çünki onlar əhdimə sadiq qalmadılar. Mən də onlardan üz döndərdim. Rəbb belə bəyan eləyir. O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım əhd belədir. Rəbb bəyan eləyir. Qanunlarımı onların zehinlərinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da mənim xalqım olacaq. Bir kəs öz həmvətənini, yaxud qardaşını Rəbbi tanı deyib öyrətməyəcək. Çünki böyükdən kiçiyə qədər hamı məni tanıyacaq. Çünki təqsirlərinə qarşı mərhəmətli olacağam. Günahlarını daha yada salmayacağam. Allah yeni əhd deməklə birincisinin köhnə olduğunu göstərir. Köhnələn və yaşa dolansa çox keçmədən yox olur.